Salam, hər vaxtınız xeyir olsun əziz həmvətənlər. Bir müddətdir ki, video paylaşmırdım və siz əzizlərdən də xeyli suallar toplanıb. Çalışacağım ki, hər sualla bağlı başqa bir video hazırlayım və toxunulması vacib olan məqamları həm özüm diqqət edim, həm də siz əzizlərin diqqətinə çatdırım. Elə gəlin bu günlərdə bu sualla başlayaq ki, 31 Mart soyqırımından əvvəl və sonra vəziyyət necə idi? Keçək videoya. Bu mövzuda o qədər açıq və konkret məlumatlar var ki, düşünürəm ki, heç bir rəyə ehtiyac qalmayacaq bu sualı cavablandırmaq üçün. Elə 1918-ci ilin başlandığı gündən 1 yanvar və 6 yanvar arası, yəni 5 gün ərzində daşnaq terror qrupları tərəfindən Qətranlı kəndinə hücumlar edilmişdir və valideynləri qətlə yetirilmiş 1400 uşaq bir yerə toplanaraq Qətranlı kəndinin mərkəzində diri-diri yandırılmışdır. Ekranda gördüklərimiz də həmin terrorçulardandır. Yəni kənardan baxıldıqda bədheybətə bənzəmirlər, adi insana bənzəyirlər. Və diqqət edin, bu hadisə cəmisi 100 il bundan əvvəl baş verib. Bugün isə Qərb dünyası Qarabağda ədalətin, insan haqlarının pozulmasından narahatdır. Nəysə, davam edək. 6 yanvar Zəngəzur qəzası Qarakilsə kəndi. 165 dinc sakin amansızlıqla qətlə yetirildi. 10 yanvar 1918-ci il Zəngəzur Mülk kəndi. Kənd tamamilə yerlə yeksan edildi, 150 nəfər dinc sakin qətl edildi. 11 yanvar Zəngəzur Qarakilsə kəndinə təkrar basqın, 49 nəfər dinc sakin qətl edildi. 17 mart 1918-ci il daşnaq terror birləşmələri Urmiya şəhərini top atəşinə tutdular. Atəşin ardınca da şəhərə soxuldular. Təkcə həmin gecə 1500 Azərbaycan türkünü məhv etdilər. Osmanlı qoşunları köməyə gələnə qədər 12 minə qədər dinc, əliyalın şəhər sakinini türk olduğuna görə qətl etdilər. Həmçinin görkəmli alim, din xadimi Seyid Məhəmməd Xalxailini günorta namazı üstündə səcdəyə gedərkən başını kəsdilər, sonra da bədənini tikə-tikə doğradılar. 18 mart 10 aprel aralığındakı Şamaxı qırğınlarını da yada salaq. Məscidin baş axundu Hacımolla Ələkbərin gözləri çıxarıldı və sonra bədən üzvləri ayrı-ayrı kəsilərək qətl edildi. Cümə məscidinə yığılmış yüzlərlə insan diri-diri yandırıldı. Qubalı kəndində 250 kişi, 150 qadın, 135 uşağı. Qaravəlli kəndində 40 kişi, 50 qadın, 30 uşağı. Qonaq kəndə 25 kişi, 5 qadın, 4 uşağı. Quşçu kəndində 192 kişi, 115 qadın, 25 uşağı. Ağabəyli kəndində 7 kişi, 3 qadın, 4 uşağı. Ərəmqədim kəndində 200 kişi, 100 qadın, 78 uşağı. Diçatan kəndində 50 kişi, 60 qadın, 21 uşağı. Padarçöl qışlağında 80 kişi, 25 qadın, 15 uşağı. Baloğlan kəndində 250 kişi, 150 qadın, 135 uşağı qətl etmişdilər. Südəmər körpələrə isə güllə sərf etmirdilər ki, israf olmasın. Ya onları diri-diri tonqalı atırdılar, ya da ki, öz ov itlərinə ov edirdilər. Ancakərən kəndində 200 nəfərin qulaqlarını, burunlarını və gözlərini oyaraq öldürmüşdülər. Nə başınız ağrıdıb, ürəyinizi dağlayım. Ümumilikdə Şamaxıda 13 min Azərbaycan türkü qətlə yetirildi. Novruz bayramı Qərbi Azərbaycan Pəmbək kəndi. 9 yaşayış məntəqəsinə basqın edildi. 411 dinc sakin diri-diri yandırıldı. Ümumilikdə kəndlərdə 1000-dən çox Azərbaycan türkü öldürüldü. Həmin tarix Qarsın Zeyvək kəndinə digər kəndlərdən əsir götürülən 2500 nəfər toplanıldı. Həmin kəndin meydanında 2500 nəfər işgəncələrə məruz qalındı, ondan sonra da hamısı bir nəfər kimi öldürüldü. Həmin tarix Qərbi Azərbaycan Gözəldərə kəndi. 600 dinc sakin qətlə yetirildi. Bir dəstə qadın da hücum başlayan kimi özünü öldürdü. Qeyd 1915-18-ci illər arasında Şərqi Anadoluda 50 mindən çox Azərbaycan türkü qətlə yetirilib. 23 mart 1918-ci il Qəbələdə uşaqların gözləri çıxarılaraq sapa düzüldü, boyunbağı düzəldildi və qadınların boyunlarına keçirildi. Həmin tarix Mahaçqala 535 nəfər qətl edildi. 30 mart 1 aprel 1918 Bakı ətrafında 30 minə yaxın Azərbaycan türkü qətl edildi. İçəri şəhərdəki xəstəxanalara od vuruldu, 2 minədək xəstə yandırılaraq məhv edildi. 8 aprel 20 may 1918 Quba qəzasında 162 kənd yandırılıb dağıdıldı.
Təkcə Qubada 16 min Azərbaycan türkü, ləzgi və o cümlədən 3 min yəhudi al qana boyandı. 21 aprel Salyan 2000 dinc sakin qətlə yetirildi. Nəzərə alın ki, bu dediklərim rəsmi mənbələrdə yazılanların yarısı belə deyil. İndi özünüz təsəvvür edin, rəsmi mənbələrdə qeydə alınmamış, unudulmuş, itirilmiş nə qədər məlumatlar var. Xülasə, demək istədiyim odur ki, 31 martda sadəcə olaraq həmin ildə qətl edilmiş şəxsləri yad edirik. 40-ın isə bircə gün olmamışdı. 31 martdan bir neçə ay əvvəldən başlamış və bir neçə ay sonra da davam etmişdi. Bu əməlləri törədən ermənilərlə döyüşmüş Nuru Paşanı isə Batum zindanında edam etmək istəyirdilər ki, sən ermənilərə qarşı soyqırım törətmisən. Nəysə, qaydaq suala. Əziz izləyici soruşur ki, 31 martdan əvvəl və sonra vəziyyət necə idi? Mən də deyirəm ki, 31 martdan əvvəl də, 100 il əvvəl də, 31 martdan sonra da, elə günü bu gündə, elə də dəyişən bir şey yoxdur. Zalimlar yenə zülm edirlər və sonra da mediada onlara qarşı çıxan, onlara qarşı müqavimət göstərən şəxslər zalim, terrorçu, təcavüzkar olur. Sağ olun, salamat qalın, Allah amanında. Thank you.